Alçaq adamlar dünyanı çapıb talayanda, onlara mane olmaq istəyən adamlara yaxınlaşıb, Qurandan Allahın israfçılıq barədə ayələrini gətirib pısıldadım. Çünki qənaətçilik azgöz adamların fəaliyyətindən doğan bir biz törəmədir. Normal cəmiyyətdə hər şey hamıda olduğundan insan istəsə belə israf eləyə bilməz. Azgözün əlindəki tikəni almağa cəsarətə çatmayan adam ömrü boyda qənaət edəcək qədər dözümlü olur. Əslində isə qənaətçilik azgöz adamlar üçün daha çox tikə saxlamaq deməkdir. Mən həmişə insana bax belə yanaşmışam, mənim işim budur. Mən damara baxıb qan alırdım, hər kəsi özünə görə egoist eləyirdim. Bəziləri yanındakının tikəsini götürüb özünü daha çox nemətlə təmin edirdi. Bəziləri isə başlarına gələn o istəmədikləri vəziyyətlə, məsələn, həyatda məhrumiyyətlərlə üzləşdikləri üçün çox qənaətçil olurdular. Əslində isə onların çoxu qənaətçil olmazdılar. Bu sadəcə onların istəmədiyi bir vəziyyət idi. Bir çox əxlaqi keyfiyyətlər insanın sahib olmadığı şeyə bir protez duyğu tapmasıdır. Bədənini doyura bilməyənlər ruhlarını doyura bilmək üçün maddiyyata lənət oxuyub məcburi, egoist bir əxlaqa tərəf gedirdilər. Ümumiyyətlə onu da deyim ki, bir şeytan olaraq mənim heç vaxt ucuz qadınlarla, zinakar bir qeyrət, öz ailəsinin halallığını etdiyi pis əməllərlə başqalarına müftə verən adamlarla işim yoxdur. Mən şeytanam, mən güclü adamlara, nümunəvi adamlarla işləyirəm. Mən bir insanı hədəf seçəndə ona lap gənc yaşdaykən təhsilli olmağı, öz hörmətini qorumağı və s. şeyləri aşılayıram. Mənə həmişə diplomlu, təhsilli və insanların gözündə mərifət sahibi kimi görünən, daxilən isə alçaq olan adamlar lazımdır ki, onları nümunəvi göstərib sonra kütlənin anasını ağlar günə qoyum. Mən həmişə hörmətini, izzətini qoru, danışığını, davranışını bil, təhsil al və s. şeylər deyirdim. Çünki bəsit, kiçik adamlar ancaq özlərinə ziyan vururlar, amma məqam sahibi olan insan isə kütlənin bütün mənəviyyatına və ümumən hər şeyinə təsir edə bilərdi. Mən həmişə hörmətini, izzətini qoru və s. şeyləri insan aşılamışam. Yəni, harada fahişə ya bir qeyrət görürsünüzsə, bilin ki, onlara çox da baş qulaq olmuram. Mən əsasən o adamlara təsir edirəm ki, onlar yığılanda yer tərpənir. Mən həmişə vəziyyəti yaxşı göstərərək, əslində bərbad olaraq qalmasını təmin edirdim. Çünki cəsəd iyləndiyi üçün daha tez götürülür. Mənim fəaliyyətim sadəcə hər şeyi gözəl göstərmək idi. Yaxud da vəziyyəti düzəltməyin bədəlinin daha ağır olacağını insana sübut etmək idi ki, insan geri çəkilsin. Əslində həll olunmayan problem yox idi. Sadəcə ləğv edilmişlər var idi. Misal üçün sizin bir çox problemlərinizi, həlli vacib olan məsələlərinizi mən müəyyən şeylərlə gizlətməliyəm. Əlbəttə ki, bu mənim əvvəl dediyim bəzi sözlərimlə ziddiyyət təşkil edəcək, bilirəm. Amma əgər bir iblis olaraq nə cür pislik etməyimi soruşsanız, mən sizə deyərdim ki, əksər adamları daha güclü olmaq üçün, onları yatılı saxlamaq üçün, onları ayıldacaq adamların dillərini bağlamaqla məşğulam. Nə qədər ki, insanın canı suludur, gəncdir, mən nəyi var onu yatızdırırdım. Yalnız beli bükülüb bir qoca kaftıra çevriləndə Allahdan öncə o qocanı həqiqətlə mən üzləşdirirdim. Misal üçün, bir insan bir ortamda ən acı sözləri eşidib ayılacaqdırsa və bəlkə də həyatının ən mühüm anı baş verəcəkdirsə, həyatında müsbətə doğru bir dəyişiklik olacaqdırsa, mən onu pərt rüsva edəcək, o sözü ona deyəcək adama dərhal yaxınlaşıb, qəlb qırmaq çox bərbad bir şeydir deyə pısıldayırdım. Çünki ən böyük xeyirlər bir çox hallarda sizə ən ağır gələn o vəziyyətlərdə meydana gəlir. Siz sadəcə o vəziyyətə düşməliydiniz. Mən insanı ayağının burxulacağı çalaya yox, qıçını sınacağı yerə aparırdım. İnsan harada tam məhv olacaqsa, insanı ora qədər aparıram. Əgər o sınacağı yerə çatmağına, ayılmağına mane olacaq xırda çalalar varsa, özüm ona göz qulaq olub, onu çıxa bilməyəcək o böyük quyuya doğru aparırdım. Onu qoruyurdum. Mən insanı özündən daha çox qoruyurdum. Bəzən baxırdım, hədəfimdə olan bir insan başqa bir insanı çaşdırırsa, vaxtsız zamanda onu ayıldacaqdırsa, o insanın başına elə bir oynaşırdım ki, hamı elə bilirdi bu Allahın qəzəbidir, halbuki mən hədəfimi qəbrə aparırdım və o adam mənə əngəl idi. Çünki kiçik adamlar nə qədər kiçik olsalar da, onlar ancaq özləri kimi cındır adamlara nümunə olurdular, pis nümunə olurdular. Amma böyük təmiz insanlar murdarlığa batmamaq üçün bir ibrət dərs olurdular. Ona görə də böyük adamları yıxmaq üçün mən özüm böyük adamları yetişdirib, sonra onları yıxırdım. Sonra o böyük adam rəzilliyə batanda
Rüsvay olanda digər böyük adamlara pıçıldayırdım ki, görürsünüz, ən yaxşılar belə bu bərbad vəziyyətə düşür. Siz də səhv edə bilərsiniz. Bir insan dünyaya gəlirdi. Bir tərəfdə Allah, bir tərəfdə də mən bu uşağa baxırdıq. Qərar verirdik ki, bu uşaq gələcəkdə böyük adamdır, yoxsa kiçik adam və yaxud da ortalıqda olan insandırmı? Əgər bu böyük adam idisə, ən az Allah qədər o uşağı məndə qoruyurdum. Allah onu sınaqlarla üzləşdirib güclü etmək istəyəndə mən o uşağı davadan, konfliktdən, acı sözlərdən, hər şeydən uzaq tuturdum. Hətta Allah onu biraz yıxıb egosunu öldürmək istəyəndə mən o insana bir xeyir əməl etdirib onu daha da özündən razı hala gətirirdim. Allah onu daxilən yıxmaq istəyəndə mən onu rüsvayçılıqdan, pis adamlardan uzaqlaşdırırdım. Əslində elə ki gördüm Allah onu az cayıldır. Qarşısına bir pis adam çıxarır, mən o pis adama bəla gətirirdim ki, hədəfim yayınmasın. Hətta görəndə ki o insan özünə qarşı bir narazılıq hiss etdi və özündə qüsur tapır, ona dərhal pıçıldayırdım. Qüsursuz olan yalnız Allahdır. Sən kimsən ki?